Здравствуйте, дорогие зрители! Добро пожаловать на мой канал Уроки русского языка. Надеюсь, у вас все хорошо. У нас был с вами опять небольшой перерыв, но я опять вернулась и снимаю для вас видео. И вас с праздником поздравляю. Сегодня последняя чаршембе в Азербайджане отмечается. Всем желаю всего самого наилучшего. Мы сегодня будем с вами разбирать из 2 класса, это новая версия, новый учебник, 24 урок. Это обобщающие задания, тесты, 15 тестов. Будем по одному читать и объяснять, разбирать, также переводить для вас, для тех, кто не понимает. Salam əziz izləyicilərimiz, xoş gəlmisiniz mənim Rus dili kanalıma. Ümidvaram sizdə hər şey yaxşıdır. Biraz sizlə fasiləmiz oldu. Yenə qayıtmışam və videoları çəkirəm. Təbrik edirəm bayramınızı. Bugün Azərbaycanda son çərşənbə qeyd olunur. İlaxır çərşənbə, onu da təbrik edirəm. Sizə hər bir şeydə yaxşılıq arzulayıram. Xoş bayramlar və ümumiyyətcə hər şeyin yaxşı olmasını arzulayıram. Biz bugün sizinlə ikinci sinifin təzə versiyasını çəkirik. 24-cü dərsdəyik. Artıq bu kitabı da sonlarına gedib çatırıq. Bugün testlərimizdir, ümumi tapşırıqlarımızda 15 dənə testimizdir. Gəlin bir-bir oxuyaq və baxaq izahlarına. Первый тест. Укажите красную шляпу. Birincidə deyir ki, qırmızı şlyapanı göstər. Krasnı artıq biləndən sonra uşaqlar çox asan olacaq. A variantı seçirik ki, A variantda qırmızı şlyapadır. Krasная шляпа. A variant. Первый ответ. Первый тест и ответ A variant. Укажите пирожок. Artıq укажите sizi hər dəfə sözünə izah eləməyim, bir dəfə deyim və siz yadınızda saxlayın. Artıq ondan sonra rus dilində danışaq. Укажите göstərin deməkdir. İndi burada deyir ki, pirojoku göstər. Pirojok D variantdadır. Biz görürük ki, A tortdur, B bu keksdir ya da pirojnadır, C dondurmadır, morоженое, amma D piroşkidir, pirojoçikdir. Ona görə cavabımız D variant. Второй тест, ответ D variant. Укажите картинку, название которой отвечает на вопрос «Кто?». Burada əsasən fikir verirsiniz. Кто sözünə deyir, kim sualına cavab verən, şəkli göstərin. Görürük ki, burada bütün variantlar cansızdır. Bir dənə C variantında heyvandır, o bizdə canlı sayılır. Кто sualına cavab verir rus dilində. Ona görə C variantı düzgün cavab kimi götürürük. Третий – это ответ C, волк. Четвертый тест. Укажите картинку, название которой отвечает на вопрос «Что?». İndi isə «Что?» nə sualına cavab verən şəkli seçirik. Görürük ki, A, B, C bunlar hamısı heyvan və yaxud da insanlı, canlı sayılır bunlar. Amma D variant это лапы. Heyvanın əlləridir. Ona görə o nə sualına cavab verəcək? D variant правильный ответ. Укажите картинку, название которой можно сочетать со словом мой. Elə bir şəkil göstərin ki, hardakı moy sözü ilə onu uyğunlaşdıra bilərik. Biz bilirik ki, moy mənim deməkdir və kişi cinsə aiddir. D variant görürük ki, qadındır. B variant şapka, qadın cinsidir, A-dan qutarır. A variant belka, sincabdır, A-dan qutarır, qadın cinsdir. Amma C variant volk, K samitlə bitir, kişi cinsdir. Ona görə mənim canavarım demək istəsək, biz deyirik ki, moy volk. Следующий тест. Укажите картинку, название которой можно сочетать со словом «моя». İndi isə «моя» sözünü hansı sözlə biz uyğunlaşdıra bilərik? «Моя» mənim deməkdir, qadın cinsində deməkdir. Baxırıq ki, A variant «окно», odur, orta cinsdir, olmaz. C variant «дерево», O-dan qutarır, orta cins, olmaz. D variantı «дом», M ilə bitir, samitdir, kişi cinsdir. Bir dənə B variant «коза», keçi deməkdir, A-dan bitir, qadın cinsidir. Demək olar ki, моя коза. B вариант, правильный ответ. Седьмой тест. Укажите картинку, название которой можно сочетать со словом «моё». İndi isə «моё» orta cinsdə mənim demək lazımdır. Biz burada elə ondan öncəki testdə dedik ki, «окно» O-dan qutarır, orta cinsdir. Bizdə də «моё» orta cinsdir. Ona görə «моё окно» C variantı deyə bilərik. C variant, правильный ответ. Восьмой тест. Укажите картинку, название которой можно сочетать со словом «мои». İndi isə «мои» deməliyik. Bu da mənim deməkdir, amma cəmdədir. Görürük ki, hər yerdə təkdir. Bir dənə A variantda 2 əli var. Ruki. Artıq burada «мои» deyə bilərik. «Мои руки». A variant, правильный ответ. Укажите картинку, название которой можно заменить со словом твои. İndi isə burada sənin deyirik, amma sənin
cəmdə deyirik. Ona görə burada da yəni cəm axtarırıq. Görürük ki, B variantda dişlər çoxdur. Sənin dişlərin deyə bilərik твои зубы. Yəni B variant düzgün cavabdır. Правильный ответ B variant. Укажите картинку, название которой сочетается со словом зеленая. Deyir elə bir şəkil göstərin ki, hardakı yaşıl sözü ilə uyğunlaşdırmaq olar. Özdə fikir verin, yaşıl söz də orta cinsdədir. Biz burada həm görürük ki, ağac da yaşıldır, həm də ağac sözü дерево, onunla bitir, orta cinsdir. Ona görə elə bizə bu söz lazımdır. Deyə bilərik ki, зеленое дерево. A variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом серый. İndi serri sözünü hansı ilə uyğunlaşdıra bilərik? Serri boz deməkdir və kişi cinsdədir. Biz də görürük ki, boz rəngdə burada canavardır, C variantda və kişi cinsdir, volk sözü. Ona görə uyğun olur bizə. Serri волк. C variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом маленькие. Deyir ki, burada balaca sözü ilə uyğunlaşan söz lazımdır tapmaq. Malinki özdə cəmdədir. İyə ilə qutarır gördüyünüz kimi, həm də balaca sözdür. Biz görürük ki, burada balaca ancaq saatdır, A variant. Saat sözü də çisi, düzdür, saat burada bir dənədir. Amma rus dilində çisi sözü I ilə bitir və ona görə cəm götürülür. Həmişə cəmdə olan sözdür. Ona görə malinkiyi çisi deyə bilərik. A variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом большие. İndi большие götürməliyik. Большие nə deməkdir? Böyük deməkdir və cəmdədir. İ ilə qutarır, cəmdədir. Biz də görürük bir dənə C variantlı gözlər iki gözdür, cəm sayılır. Ona görə deyə bilərik большие глаза. C variant правильный ответ. Укажите картинку, название которой сочетается со словом большой. İndi böyük sözünü götürməliyik, большой sözünü uyğunlaşdırmalıyıq hansısa sözü və kişi cinsdə olmalıdır bu söz. Biz də görürük ki, buradakı əşyalar əslində balacadır. Bir böyük əşya burada, yəni ev böyük bir şey sayılır. A variant, həm də dom sözü kişi cinsdədir. Ona görə hər iki mənada uyğunlaşır. Həm məntiqi, həm qrammatiki. Большой дом. A variant правильный ответ. Və son olaraq, укажите картинку, название которой сочетается со словом маленькая. Balaca sözü götürməliyik ki, balaca sözlə uyğunlaşsın söz və qadın cinsində olmalıdır söz. Çünki malinkaya verilib bizə. B variant uyğun olmur. Çünki volk kişi cinsdir. C-nında da bunlar cəmlərdir. Çoxdur əşyalar, çoxdur burada. Və A variant mışqa. Mışqa. Bu doğrudan da qadın cinsinə aiddir bu söz və doğrudan da balacadır. Ona görə malinkaya mışqa deyə bilərik. Belə, bu qədər. Bu 15 testimizi həll elədik. Gələn dərsdə sizdən görüşərik. Sağ olun, salamat qalın. До свидания. Увидимся на следующем уроке. Всего хорошего. Всем удачи. Пока-пока.